Beynəlxalq Yenidən Qurma və İnkişaf Bankı Gürcüstanın maliyyə sektoruna dəstək layihəsi üçün 35 milyon dollar ayırır. Maliyyələşmə Gürcüstanda bank rezolyusiya mexanizmlərinin təkmilləşdirilməsi üçün nəzərdə tutulub. Müvafiq sazişi Maliyyə naziri Laşa Xuçişvili və Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Price imzalayıblar. Hazırda Vahid Milli Hərəkatın Siyasi Şurasının iclası başlayır. Partiya liderlərinin verdiyi məlumata görə iclasda qurultayla bağlı məsələlər müzakirə olunacaq. Bu gün Vahid Milli Hərəkatın yeni sədrini seçəcəyi qurultayın tarixi də müəyyənləşdiriləcək. Xatırladaq ki, partiyanın keçmiş sədri Tina Boquçavanın nizamnamə ilə müəyyən edilmiş 2 illik səlahiyyət müddəti bu il iyulun 8-də başa çatıb. Həm partiya, həm də sabiq prezident Mixail Saakashvili qurultayın keçirilməsi üçün vəsait toplanması xahişi ilə artıq tərəfdarlara müraciət ediblər. Sabiq prezident Mixail Saakashvilinin süni intellekt vasitəsilə öz avatarını yaratmaq planı da siyasi qiymətləndirmələrin mövzusudur. Milli Hərəkatda hesab edirlər ki, Saakashvili partiyanın təsisçisi kimi siyasi proseslərdə birbaşa iştirak edə bilməlidir. Müvafiq olaraq partiya üzvlərinin fikrincə, müasir texnologiyalar dövründə bu ideya heç də qeyri-ciddi görünmür. Xatırladaq ki, Mixail Saakashvili öz avatarını süni intellektlə hazırlatdığını bəyan edib. Məhbus prezident öz rəqəmsal analoqunun yaradılacağını məhkəmə prosesində anons etmişdi. Konqresmen Joe Wilsonun sosial şəbəkədə Gürcü arzusunun ünvanına yayımladığı növbəti tənqidi mesajlar da siyasi qiymətləndirmələrin mövzusudur. Onun bəyanatına görə Gürcü arzusu nifrət nitqinin qarşısını almaq bəhanəsi ilə söz azadlığını məhv edir. Wilsonun qiymətləndirməsinə görə bu woke yönümlü pro-Rus, pro-İran və pro-Çin rejiminə Amerikada nifrət bəslənilir. Konqresmen növbəti woke senzurasına qarşı yeni qanun layihəsi təqdim edəcəyini anons edir. Yeni təşəbbüs qrupu kilsəni və tarixi şəxsiyyətləri qorumaq üçün qanunvericilik bazasının sərtləşdirilməsini tələb edir. Təsisçilərin sözlərinə görə onlar müvafiq müraciətlə qanunverici orqana müraciət edəcəklər. Həmçinin vətəndaşlarla məsləhətləşmələrə başlanılır. Bəyanata əsasən bu təşəbbüs kilsənin, müqəddəslərin və tarixi qəhrəmanların təhqir olunmasına görə məsuliyyətin müəyyən edilməsini nəzərdə tutur. Gürcüstan parlament sədri parlament çoxluğunun üzvləri və yerli hakimiyyət nümayəndələri ilə birgə Axmeta bələdiyyəsinin kəndlərində əhali ilə görüşlər keçirir. Matanin kəndindən sonra Şalva Papaşvili Pankisi dərəsinin Duisi kəndində yerli sakinlərlə görüşüb. Görüşdə yerli sakinlər kənd üçün vacib olan ehtiyaclardan infrastrukturun qurulması, dövlət məktəbinin tikintisinin vaxtında başlanılması və Alazani çayının sahil bərkitmə işlərinin zəruriliyindən danışıblar. Hakimiyyət nümayəndələrinin bildirdiyinə görə qaldırılan məsələlərlə bağlı məlumatlar işlənilməsi və konkret layihələrin hazırlanması üçün müvafiq qurumlara təqdim olunacaq. Daxili İşlər Naziri Kazbegi və Qudaurda yerləşən nazirlik bölmələrinə baş çəkib. Sulxan Tamazaşvili Daryali dərəsində Larsi sərhəd keçid məntəqəsində olub. Dövlət sərhədinin qorunması və ictimai təhlükəsizliyin təmin edilməsinə cəlb olunmuş əməkdaşlarla həmsöhbət olub. Həmçinin Kazbegi rayon idarəsinin Qudauri polis, yanğın söndürmə, xilas etmə və mühafizə polisi bölmələrinə baxış keçirərək əməkdaşların iş şəraiti ilə tanış olub. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının nümayəndə heyəti Gürcüstanda səfərdədir. Onlar Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrində, o cümlədən İctimai Təhlükəsizliyin İdarə Edilməsi Mərkəzi 112-də olublar. Qonaqlar təcili tibbi yardımın nömrəsinə daxil olan müraciətlərin idarə olunması prosesi və qadınlara qarşı, eləcə də məişət zorakılığının elektron monitorinqi sistemi ilə yerindəcə tanış olublar. Səfər çərçivəsində tərəflər təcrübə mübadiləsi və əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıblar. Mütəşəkkil qrup tərəfindən xüsusilə küllü miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması, satışına şərait yaradılması və tərkibində narkotik olan bitkilərin qanunsuz becərilməsi ittihamı ilə 3 şəxs saxlanılıb. Hüquq mühafizə orqanlarının əməkdaşları saxlanılanların şəxsi və yaşayış evlərinə baxış zamanı həmçinin göstərilən ünvanlardan 13 kiloqramdan çox çətənə bitkisi və 7 kiloqram marixuananın maddi sübut kimi götürüblər. İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslərin bir hissəsi xüsusi quraşdırılmış istixanada tərkibində xüsusilə küllü miqdarda narkotik olan bitkiləri qanunsuz becəriblər. Əməl 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. İordaniyada ABŞ hərbi kontingentinə qarşı törədilən hücuma Birləşmiş Ştatlar İrana kəskin cavab verəcək deyə Donald Trump bəyan edib. Jurnalist ondan Misir sahili yaxınlığında tankerə edilən hücum və hadisədə İran tərəfinin əlinin olması barədə məlumatın olub-olmadığını soruşub. Trump bildirib ki, bu barədə ona artıq məlumat verilib. Təfərrüatlar isə daha sonra açıqlanacaq.
ABŞ prezidenti senator Lindsey Graham tərəfindən təqdim edilən və Rusiyaya qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsində də danışıb. Tramp qanun layihəsinə İrana da təriflərin tətbiq edilməsi imkanının əlavə olunmasını istəyir. ABŞ Mərkəzi Komandanlığının bəyanatına görə ABŞ ordusu İrana şiddətli hava zərbələri endirib. Məlumata görə hücumların hədəfi İran İslam İnqilabı Keşikçiləri Korpusunun onlarca obyekti, hərbi komandanlıq mərkəzləri, raket və pilotsuz uçuş aparatlarının istehsalı obyektləri, habelə sahil müşahidə və müdafiə sistemləri olub. Cavab olaraq İran İslam İnqilabı Keşikçiləri Korpusundan bildiriblər ki, Yordaniyadakı ABŞ bazasına və komandanlıq mərkəzinə zərbələr endiriblər. Hərbi dəniz qüvvələri isə Hörmüz boğazında 3 tankerə hücum edib. İranın bəyanatına görə bu gəmilər təhlükəli və qanunsuz marşrutlarla hərəkət edirmişlər.